1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyəti belə bir qərar verdi ki, Azərbaycan əlahiddə korpusu yaradılsın və beləliklə Azərbaycanda milli ordunun yaradılmasının əsası qoyuldu və bugün iyunun 26-sı bizdə milli ordunun və bizim əskərimizin günüdür. Azərbaycan əskəri həmişə sayğıya, sevgiyə layiq olan bir nəsnədir. Və 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradan insanlar yoxdan bir ordu yaratdılar və Rəsulzadənin Əsrimizin Səyavişi əsərindən bir hissəni oxumaq istəyirəm sizə və bu hissədə Rəsulzadə yazır ki, Azərbaycanlılar Rusiya istilası zamanında əskərlik etməyə məcbur olmadıqlarından əskərlikdən tamamilə məhrum qalmışdılar. Yəni Çar Rusiyasında Azərbaycanlıları orduya çağırmırdılar, nəyə görə? Etibar etmirdilər. Sadəcə bəy ağa silkindən olanlar, yəni bəy ağa varlıların təbəqəsindən çağırılırdılar. Ona görə də baxın, məsələn, Səməd bəy Mehmandarov bəy, Əlağa Şıxlinski ağa, Xosrov bəy Sultanov, yəni bunlar ali müsəlman silkindən çağırılan insanlar olublar və onlar da ki 19-cu əsrdə çox üsyan qaldırıblar. Axırda Çar onlara müəyyən imtiyazlar verməyə və əvəzində də ona xidmət etməyi boynuna qoyur. Ona görə də 1918-ci ildə ordu yaratmaq istəyəndə Azərbaycanda ancaq bəzi ağa bəy silkindən olan hərbçilər var idi və onlara tapşırır Cümhuriyyət ordunu yaratmağı. Sonra 1920-ci ildə işğal olunanda Azərbaycan, indiki Çar Rusiyanın davamı olan Bolşevik Rusiyasına qatılanda da Azərbaycanlıları orduya çağırsalar da, yəni Sovet dövründə yaşayanlar bilir ki, Azərbaycanlıları daha çox harda işlədirdilər? Tikintidə, sürücü kimi, daxili qoşun hissələrində, yəni həbsxanalarda nəzarətçi kimi. Məsələn, mənim iki qardaşım da Rusiyada daxili qoşunlarda xidmət edib. Yəni ki, silahı zada yaxın buraxmırdılar ki, bizimkilər öyrənməsin. Hətta analar, atalar belə fəxrlə deyirlər ki, mənim oğlum stroybatdadır, mənim oğlum sürücü işləyir. Yəni, hərbiyə çağırırsa da, güya yaxud mətbəxdə işləyir, aşpazdır. Amma hərbiyə getdinsə, orada nələrsə öyrənməlisən. Çünki bir ölkəni qorumadınsa, əkib becərməyə mənası yoxdur. Əkib becərmədinsə, qorumağın da mənası yoxdur. Və sülh olsun deyə bir ölkədə həmişə müharibəyə də hazır vəziyyətdə olmalısan. Və Azərbaycanın bir əskər ehtiyacını hər nə qədər Türk komandanlığı öz üzərinə almışdısa da, Azərbaycanı tələsik tərk etmək məcburiyyətinə qaldığından buna müvəffəq ola bilməmişdi. Yəni, o vaxtda 18-ci ildə bilirsiniz, Nurul Paşa digərləri köməyə gəlirlər. Amma sonra Nurul Paşa da çıxıb getməli olur və həmçinin Azərbaycanda olan, kommunist olan türk zabitləri xəyanət edirlər Cümhuriyyət. Yəni, Cümhuriyyət hər şeyi onlara tapşırmışdı, onlar isə xəyanət edir. Ona görə gözəl bir məsəl var. Qonşuya ümid olan şamsız qalar. Və Rəsulzadə yazır. Ordunun quruluşu Azərbaycanlıların çox az olan öz zabitlərin öhdəsinə buraxılmışdı. Başda Ağsaqqal, Səməd bəy olmaqla müxtəlif ordularda xidmət etmiş Azərbaycan zabitləri qeyrət etdilər. Çox çətinliklər və əngəllər içində bir ildə yoxdan 25 minə qədər çeşidli silaha sahib piyada, süvari, topçu, lağımçı, çaxmaqlı tüfəngçi, mühəndis hissələrindən meydana gəlmiş bir ordu vücuda gətirdilər. 2 ilə yaxın davam edən hərbiyə məktəbindən, bəli, hərbi məktəb də açırlar. Yüzlərcə kiçik yaşlı oğlan yetişərək meydana gətirilən ordunun cavan komandasını təmin etdilər. Yəni, Azərbaycan ordusu haqqında internetə girsəz, görərsiniz ki, bu qısa müddətdə yaranmış Azərbaycan ordusu bir sıra qəhrəmanlıqlar göstərir. Amma öz aramızda olan, sapı özümüzdən olan baltalar, öz aramızdakı çəkişmələr, hansı ki, dövrdə də davam edir. Birliyin olmaması Rəsulzadə digərləri etiraz etsə də, hakimiyyətin bolşeviklərə verilməsi ilə nəticələndi və orada müqavimət göstərən bir alay haqqında vaxtlı videolarda da danışmışdım. Quba alayı, hansı ki 2 saat deməli Quba tərəfdən gələn qırmızı ordu ilə döyüşüb və sonra da böyük itki verərək geri çəkilmişdir. Və hətta Ziya Bünyadov bir vaxtda həmin Quba alayı üçün o istiqamətdə abidə qoymasını təklif edib, amma hakimiyyət etmədi. Və hakimiyyətlə mənim davam bir də nədir ki, sən Azərbaycan əskərinə layiq olduğu dəyəri, hörməti, urvatı göstərmirsən. Yaxşı ki, xalq öz əskərinə dəyər verir və Azərbaycan əskəri bizim göz bəbəyimizdir. Analar onları çox böyük zülmlə böyüdür və onlar da boşu-boşuna qurban getməməlidir. Onlar da, digər Azərbaycan xalqı da gözəl rifah içində yaşamağa layiqdir. Çünki bizim oğullarımız, bizim gənclərimiz heç də qorxaq deyil.
və Azərbaycan ordusunun hər bir əskərini təbrik edirəm və onlara Azərbaycan gəncimizə ümid dolu, seçim dolu bir ölkədə yaşamağı arzu edirəm.